Azərbaycan avtomobil sığortasında yeni mərhələ başlayacaq. Yeni yanaşmada isə bu artıq ləğv olunur. Yeni qaydadan sürücülərin xəbəri var. Sözün açığı mənim o barədə məlumatım yoxdur. Yaxşı olar. Azərbaycan Mərkəzi Bankı avtomobil sahibləri üçün icbari sığorta qaydalarını dəyişdi. Cari ilin iyun ayında Azərbaycan avtomobil sığortasında yeni mərhələ başlayacaq. Belə ki, artıq eyni qayda deyil, sürücülərə fərdi yanaşma tətbiq olunacaq. Bəs bu yenilik sürücülərin cibinə necə təsir edəcək? İllərdir tətbiq olunan bonus malus sistemi artıq tarixə qovuşur. Onun yerinə isə sürücünün davranışını daha sərt qiymətləndirən yeni mexanizm, sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Əvvəllər sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsini idarə edən şəxslərdə sığortalıya münasibətdə əgər sığorta haqqı formalaşırdısa, burada artıq nəqliyyat vasitəsini idarə edən şəxslərin sayına münasibətdə risk əmsalı kimdə yüksəkdirsə, həmin şəxsin risk əmsalı tətbiq olunacaqdır. Etibarnamə təqdim olunursa, sürücülük hüququ da həmin şəxsə təqdim olunur. Ona görə həmin şəxs bütün məsuliyyəti daşıyır hər bir hadisəyə görə. Ona görə hər hansısa bir belə deyim sanksiya tətbiq olunursa, elə həmin şəxsə tətbiq olunmalıdır. Yəni faktiki olaraq nəqliyyat vasitəsini idarə edən şəxsə. Yeni sistemə əsasən sürücülərin ödəyəcəyi sığorta haqqı artıq onların əvvəlki qəza tarixçəsinə görə hesablanacaq. Əgər sürücü müəyyən müddət ərzində qəza törətməzsə, hər dəfə 5% güzəşt əldə edəcək. Əksinə, sürücünün təqsiri ilə baş verən hər bir sığorta hadisəsi isə onun sığorta haqqını 30% artıracaq. O yaxşı olar ki, kim idarə edirsə, kimin adına sığorta elə o da cəzasını çəksin də. Digər maraqlı məqam isə ondan ibarətdir ki, avtomobili bir neçə nəfər idarə edirsə, sığorta hesablanarkən ən yüksək riskli sürücünün göstəricisi əsas götürüləcək. Əvvəlki dövrdə nəqliyyat vasitəsini idarə edən şəxslərə münasibətdə 1.15 əmsal tətbiq edilirdi. Əgər nəqliyyat vasitəsini idarə edən şəxs birdən çox idisə, bu halda bu əmsal tətbiq olunurdu. Yeni yanaşmada isə burada dəyişiklik edilmişdir. Əgər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı 5-dən çox olarsa bu əmsal tətbiq olunacaq. Əgər 5-dən azdırsa bu əmsal 1 kimi olacaq. Yəni vətəndaşların sığorta haqqının bir növ azalmasına bu təsir eləyəcək. Bu çox yaxşı olar, çünki dəfələrlə olub ki, mən sürmüşəm, amma başqasına gedib, başqası sürüb. Yaxşı olar. Qaydalar hüquqi şəxslərə də şamil edilir. Lakin taksi fəaliyyəti istisna olmaqla. Nəqliyyat vasitəsini sığortalısı olan hüquqi şəxsə, taksi hüquqi şəxsə münasibətdə mövcud yanaşma olduğu kimi saxlanılır. Yəni hadisə törədərsə həmin şəxs, əlavələr və güzəştlər həmin sığortalının özünə tətbiq olunur. Mövcud yanaşmada olduğu kimi burada bir dəyişiklik edilməmişdir. Bu sistem əslində sürücüləri daha məsuliyyətli olmağa sövq edir. Çünki hər qəzanın birbaşa maliyyə təsiri olacaq.